Düzgün variantı seçin. Bu sual sifət mövzusuna aiddir və tərcümə xarakterli sualdır. Patient, səbirli. Pessimistic, bədbin, pessimist. Devoted, vəfalı, sadiq, sədaqətli. Foolish, axmaq, səfeh. 1. John is a patient boy. John səbirli insandır. He wants everything to happen soon. O hər şeyin tez bir zamanda baş verməsini istəyir. Bu məntiqi cəhətdən yanlış cavabdır. Çünki səbirsiz insanlar belə edir. 2. John is a pessimistic boy. John bədbin insandır. He expects bad things to happen. O pis şeylərin baş verməsini gözləyir, zənn edir. Məntiqi cəhətdən düzgün cavabdır. 3. John is a devoted boy. John vəfalı insandır. He is not faithful. O sədaqətli deyil. To his friends, dostlarına qarşı. Bu cavab məntiqi cəhətdən yanlışdır. Çünki vəfasız insanlar belə edir. 4. John is a foolish boy. John axmaq adamdır. He doesn't show good sense or judgment. O düzgün qərar, düzgün hökm, düzgün hiss əks etdirmir. Bu məntiqi cəhətdən düzgündür. Deməli, cavabımız 2, 4, E variantı.